Salam, hoş geldiniz herkes değerli ve hürmetli izleyicilerimiz. Sizler için Bine kasabasında 190 numaralı maçın son dayanacağında iki sotun içerisinde yerden kürsülü tam tamamıyla güzel bir hayat evi. İnşallah seçilişini sizler için takdim edeceğiz. Evimizin üz görünüşüyle tanış olan, hayatıyla tanış olan izleyicilerimiz evimizin bu hissesinde yerleşik kartolot bası, əlavə olaraq sanuza qovşağı yerləşir. Evimizin qazı suyu işığı daima değerli izleyicilerimiz. İnşallah eve özünüz gəlib baxış keçirəcəksiniz. Sahibi ilə görüşüb qiymətində razılaşacaqsınız. Keçən sizdən ibatımda evin içərisində tanış olalım. Həyatına rahatsızlıqla iki maşın daxil olur. Yerdən kürsülüdür. Tam təmirli. Evimizin içərisinə daxil olduğunuz izləyicilərimiz ilk öncə mətbəği ilə tanış olalım. Ətraflı mətbəğini çəkək. Evimizin kamera sisteminə kimi mövcuddur dəyərli izləyicilərimiz. Evimizin qiymətə daxil kondisioner kuxna möbeli kombisi qiymətə daxildir. Bu hissədə yerləşir sanuzor qovşağı. Belə bir gözəl uşaq üçün yataq otağımız. Keçəcək ikinci bir yataq otağından tanış olacaq. Qiymət 75 minə deyilir. Yataq otağından tanış olaq, sonunda zalı ilə tanış olaq. Bu hissədə yerləşir ikinci bir yataq otağımız. Zalı ilə tanış olağın. Asırtamızda var. Bəli, değerli izləyicilərimiz, evimizin zalıdır. Tam təmirli, gözəl bir həyat evidir. 190 numaralı maşının son dayanacağında yerləşir. Əlaqə numaralarımız səhifədə qeyd olunmuşdur. Ətraflı məlumatlar üçün əlaqə saxlayın. Allah alana da, satana da xeyir versin. Qiymət 75 minə deyilir. Sağ olun.